Salam əziz beşincilər, sizlə artıq 21-ci mövzudayıq. Bu yarım ilin son mövzusudur. Ümid edirəm ki, bu dərslər sizin üçün çox yararlı olub. Amma çox təəssüf ki, əksər uşaqların bu dərslərdən məlumatı yoxdur. Hətta çoxu mənə yazır ki, kaş bilərdik, əvvəlcədən qulaq asardıq. Sizdən bir xahişim var ki, kanala abunə olasınız, bəyənəsiniz, rəy bildirəsiniz, dostlarınızla paylaşasınız. Onda həm də kanal daha tez böyüyər. Keçək mövzunun izahına. Azərbaycanın taxtı Təbriz. Görək bizim bu dərsdə təlim məqsədlərimiz nələrdir? Yəni sonda nəyə nail olmalıyıq? Siz Təbrizdə həyat üçün əlverişli təbii amilləri təsvir etməli, Təbrizin Azərbaycan üçün hansı dəyərlərə malik olduğunu bilməlisiniz. Şəkildə nə görürsünüz? Baxaq diqqətlə. Mən şəkildə qala divarları ilə əhatə olunmuş bir şəhər görürəm. Şəhərdə uzun bir çay görürəm, körpülər görürəm, türbələr, məscidlər görürəm, karvansara, daha sonra saraylar görürəm. Bu, Təbriz şəhərinin orta əsrlərə aid bir sxemidir. Tədqiqat sualımız Təbrizin Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etməsinin səbəbi görək nə idi? Bu qədim Azərbaycan şəhərinin 3000 ildən artıq yaşı var. Yəni bu ərazinin şəhər kimi formalaşmasının 3000 il yaşı var. Alimlər Təbrizin yaranma tarixini eramızdan əvvəl 7-ci yüzülə aid edirlər. Burada hələ Manna zamanında möhkəmləndirilmiş qala şəhər mövcud idi. Qala şəhər 3 tərəfdən dağlarla əhatə olunmuşdu. Bu, onun müdafiə imkanlarını artırırdı. Mannaya hücum edən Aşur hökmdarlarının yazılı kitabələrindən məlum olur ki, bu qala 2 qat divarlarla əhatə olunmuşdu. Şəhər qalanın ətrafında xəndəklər qazılmışdı. Bu xəndəklər düşmən hücumları zamanı su ilə doldurulurdu. Təbriz şəhərinin də inkişafı Ərəb xilafəti dövründən başlamışdı. Tez düşünürəm, başqa hansı şəhəri deyəndə bu sözləri demişdik? Bərdə şəhərini. Ərəb xilafətinin dağılmasından sonra Azərbaycanda Rəvvadilər dövləti yarandı. Rəvvadilər Təbrizi ilk dəfə olaraq paytaxta çevirdilər. Summativdə də bizə lazım olan məlumatdır bu. Təbrizi ilk dəfə paytaxt edən dövlət Rəvvadilər. Qısa zamanda sənətkarlıq, ticarət mərkəzinə çevrildi Təbriz şəhəri. Bunun siyasi və iqtisadi səbəbləri var idi. Rəvadi hökmdarları Təbrizi abadlaşdırır, burada yeni tikillər ucaldırdılar. Şəhərdə əhalinin sayı sürətlə artırdı. Böyük İpək yolu da Təbrizdən keçirdi. Şəhərin beynəlxalq ticarət yollarının üzərində yerləşməsi iqtisadi həyata müsbət təsir göstərirdi. Şərqdən qərbə, cənubdan şimala gedən beynəlxalq ticarət yolları da bu şəhərdən keçirdi. Bu da öz növbəsində sənətkarlığın inkişafına gətirib çıxardırdı. Təbriz sənətkarlarının hazırladığı yun, ipək parçalar, toxuculuq məmulatları, xalçalar dünyada məşhur idi. Metal işləmə və zərgərlik sahəsində də böyük uğurlar əldə olunmuşdu. Burada qızıl, gümüş və mis pullar kəsilirdi. Təbrizdə kəsilən pullar, çəki daşları, ölçü vahidləri istifadəçilər üçün əsas götürülürdü. Təbriz dünyanın ən uzun ömürlü paytaxt şəhərlərindən biridir. Bu şəhər kiçik fasilələrlə 500 ildən artıq Azərbaycanda yaranan dövlətlərin paytaxtı olmuşdu. 13-14-cü əsrlərdə Təbriz Azərbaycanı ələ keçirdən Monqol əsilli Elxanilər dövlətinin də baş şəhəri idi. Şəhərdə möhtəşəm saraylar, məscidlər, müxtəlif memarlıq abidələri tikilirdi. Bu dövrdə Təbriz memarlıq və rəssamlıq məktəbi bütün şərqdə məşhur idi. Uşaqlar yadınızdadırsa, 12-ci əsrdə Naxçıvan memarlıq məktəbi məşhur idi. Elə Təbriz memarlıq məktəbi Naxçıvan memarlıq məktəbinin əsasında yaranıb. Elxani hökmdarları şərqdə Xorasandan indiki Suriyaya qədər olan əraziləri idarə edirdilər. Azərbaycan da
bu dövlətin mərkəzi vilayəti idi. Demək, bu qədər geniş ərazilər Azərbaycandan və onun mərkəzi şəhəri olan Təbrizdən idarə olunurdu. Beləliklə, Təbrizin sahibi bu ərazilərin də sahibi hesab olunurdu. Məhz bu dövrdə Azərbaycan taxtı ifadəsi meydana gəldi. Şəkildə Təbrizin karvansarası. Karvansarası bu kitabınızda bilmirəm bu var yoxsa yoxdur. Bu Təbrizin karvansarasının şəklidir. Təsəvvür edin ki, yüzlərlə il əvvəl atla, dəvə ilə yol gedirsiniz. Gecə düşür, yorulursunuz, bir böyük binaya rast gəlirsiniz. Orada heyvanlarınız üçün də yer var, özünüz üçün də çarpayı var, hətta yemək də var. Bax bu yerə karvansara deyirdilər. İndiki otelləri əvəz eləyir. Qədim zamanlarda uzaqdan gələn tacirlərin və səyyahların dincəlməsi, gecələməsi üçün, mallarının qorunması üçün belə karvansaralar tikilirdi. Aha, uşaqlar, bu sxem çox önəmlidir. Artıq tarixdən bir xeyli məlumat əldə eləmisiniz. İndi isə onu biz sxemləşdirməliyik. Azərbaycanda yaranmış ilk dövlət Manna idi. Daha sonra Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya var idi, paralel olaraq. Bir müddət sonra Azərbaycanda ərəb işğalı başladı. Ərəb xilafətinin dağılmasından sonra yaranan dövlətlər kitabınızda bir neçə dəfə adı keçir. Şirvanşahları eşitmisiniz, Sacoğullarını ayrı keçmişik, bugün isə Rəvvadiləri eşitdiniz. 11-ci əsrdə Azərbaycanda Səlcuq ağalığı başladı. 1136-cı ildə Eldənizlər dövləti yarandı. Daha sonra 13-14-cü əsrlərdə Azərbaycan Monqol dövlətinin tərkibinə daxil olundu, yəni Hülakülər. 1410-cu ildə Qara Yusif Qaraqoyunlu dövlətini yaratdı. 1468-ci ildə Həsən Padşah o dövlətə son qoyub Ağqoyunlu dövlətini yaratdı. Ağqoyunluları 1501-ci ildə Səfəvilər əvəz etdi. Səfəvləri 1736-cı ildə Əfşarlar əvəz etdi. Çox təəssüf ki, Nadir öləndən sonra Azərbaycanda xanlıqlar dövrü başladı. Xanlıqlar halında olmağımız Rusiya və Qacarlar tərəfindən bölünməyimizə səbəb oldu. Azərbaycanın şimalında Çar Rusiyası başladı, işğal rejimi başladı, cənubu isə Qacarların tərkibində qaldı. Təsadüfi deyil ki, Azərbaycan hökmdarlarından Qara Yusif, Uzun Həsən, Şah İsmayıl yalnız Təbrizi tutandan sonra dövlət başçıları kimi tanınmışdılar. Səfəvlərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi başa çatdı. Təbriz vahid Azərbaycanın paytaxtı oldu. Təbriz həm də mədəniyyət paytaxtımız idi. Burada nadir əlyazmaların toplandığı böyük kitabxana var idi. Çap maşınları ixtira olunana qədər kitablar əllə yazılır, üzü də əlyazma yolu ilə köçürülərək çoxaldılırdı. Xüsusi rəssamlar ona rəsmlər çəkir, üzünü də ayrıca cildləyirdilər. Ona görə kitablar çox baha başa gəlirdi. Belə şəraitdə minlərlə əlyazmanın olduğu kitabxanalar əsl sərvət mənbəyi idi. Qədim kitabxanaların olduğu şəhərlər isə elm və mədəniyyət mərkəzinə çevrilirdi. Təbriz də belə Azərbaycanın şəhərlərindən biri idi. Təsadüfi deyil ki, bu şəhər Təbrizi ləqəbi ilə məşhur olan çoxsaylı alimlərin, şair və rəssamların vətəni hesab olunur. Təbriz onları, onlar isə şöhrətləri ilə Təbrizi tanıdırdı. Məsələn, belə şairlərdən biri Qətran Təbrizi idi. Səfəvi Osmanlı müharibələrində əldən ələ keçən Təbriz şəhəri böyük dağıntılara məruz qaldı. Nəticədə Şah 1-ci İsmayıldan sonra Təhmasibin dövründə paytaxt Qəzvinə, daha sonra isə İsfahana köçürüldü. Ağır dağıntılara və paytaxt rolunu itirməsinə baxmayaraq, Təbriz yenə də əsas şəhərlərdən biri hesab olunurdu. Qacarların hakimiyyəti dövründə də tez mən düşünürəm. Qacarlar 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra Azərbaycanın şimalı Çar Rusiyasının, cənubu isə
Qacarların tərkibində qalmışdı. Qacarların hakimiyyəti dövründə də hökmdarın varisi taxt-tacın, yəni şahın oğlu Təbrizdə əyləşirdi. Çünki Qacarların öz paytaxtı Tehran idi. Şah Tehranda idi. Amma şahın varisi isə Təbrizdə otururdu. Təbriz şəhəri həm də xalqın milli azadlıq mübarizəsinin rəmzidir. 20-ci əsrin əvvəllərində Qacarlar dövlətində İngilis və ruslara qalıq edirdi. Əhalinin güzəranı pisləşmişdi. Nəticədə şah hakimiyyətini məhdudlaşdırmaq uğrunda hərəkət başladı. Yəni demokratiya uğrunda. Əhali nə istəyirdi? Konstitusiya, əsas qanunun qəbul olunması, Milli Məclisin çağırılmasını tələb eləyirdi. Belə deyə də uşaqlar, tutaq ki, hökmdar yatıb səhər durub bir qərar verirdi. Amma onlar deyirdilər ki, dövlətin bir qanunu olsun, şah qərar qəbul edərkən mütləq o qanunlara əsaslansın, yəni konstitusiyaya. Bir də deyirəm, Qacarların dövründə əhali etiraz eləyirdi. Onlar konstitusiyanın qəbulunu, bir də qanunverici orqanın çağırılmasını tələb edirdilər. Hətta bu hərəkata Səttar xan başçılıq edirdi. Mərd, qorxmaz, qətiyyətli bir şəxsiyyət olan Səttar xan bir neçə dəfə Təbrizə göndərilmiş, şah qoşunlarını məğlub edə bilmişdi. Əhali onu millət başçısı, Sərdari Milli adlandırırdı. Açıq döyüşdə Səttar xanı məğlub edə bilməyən şah onu hiylə ilə hərəkatdan uzaqlaşdıra bildi. Səttar xandan sonra da Cənubi Azərbaycanda insanların mübarizəsinə başçılıq etmişdi bu iki şəxs. Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvəri. Tez mən düşünürəm, şeyx kimlərə deyirdilər, həm də dini rəhbərlərə. Sonraki dövrlərdə də Güney Azərbaycan əhalisi, tez düşünürəm, Güney Azərbaycan deyəndə haranı nəzərdə tutur? Cənubi Azərbaycanı. Zülmlə barışmamış, öz haqları uğrunda mübarizəyə qalxmışdı. Ayrı-ayrı vaxtlarda Xiyabani və Pişəvərinin başçılığı ilə milli azadlıq hərəkatları alovlanmışdı. Hər iki şəxsiyyət xalqı üçün muxtariyyət tələb edirdi. Muxtariyyət nədir? Daxili idarə etmə statusu. Yəni, Qacarların tərkibində Cənubi Azərbaycan xalqı muxtariyyət tələb edirdi. Onlar Azərbaycan dilinin sıxışdırılmasına etiraz edir, xalqın milli maraqlarını müdafiə edirdilər. Milli hökumət qurub muxtariyyət əldə etsələr də, şah hökuməti xaricdən, yəni xarici dövlətlərdən yardım alaraq bu hərəkatları yatırda bildi. Həm Xiyabani, həm də Pişəvərinin qurduğu milli hökumətlərin mərkəzi yenə də hansı şəhər idi? Təbii ki, Təbriz şəhəri. 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı bütün Güney Azərbaycanda olduğu kimi Təbrizdə də əhali ayağa qalxmışdı. Keçirilən yürüşlərdə Azərbaycan ordusuna dəstək nümayiş etdirilirdi. Bu da o taylı bu taylı Azərbaycanın mənəvi birliyindən xəbər verir. Təbriz indi də bu mənəvi birliyin rəmzidir. Hətta şairlər həmişə Təbrizi xüsusi qiymətləndirmişdilər. Məsələn, Bəxtiyar Vahabzadə deyirdi ki, Təbriz ana yurdundan ayrı düşmüş bir balaya bənzəyir. Gəlin, tapşırıqları da eləyək. Təbriz şəhəri orta əsrlərdə Azərbaycanın taxt şəhəri adlandırılırdı. Çünki Təbrizə sahib olan bütün Azərbaycana sahib olaraq tanınırdı. Kərvansaları mühüm yer tuturdu. Niyə? Çünki tacirlərin belə deyək də dincəlməsi üçün, mallarını qoruması üçün, heyvanlarını qoruması üçün mühüm yer idi. İndiki otelləri xatırladırdı. Təbrizdə sənətkarlıq inkişaf etmişdi. Çünki məsələn bir səbəb İpək yollarının üzərində yerləşirdi. Təbriz şəhərinin inkişafına dövlətlər onu paytaxt elan etmiş dövlətlər xüsusi önəm göstərirdi. Bu sualın cavabı çoxdur uşaqlar. Özünüz də düşünüb cavabları hatıra bilərsiniz. Təbrizin şəhər planında bazarların mərkəzdə yerləşməsi göstərir ki, ticarət, sənətkarlıq inkişaf edib. Doğru, yanlış.
Təbriz şəhəri yalnız Səfəvilərin dövründə paytaxt olmuşdur? Xeyr, təbii ki, bu yanlışdır. İlk dəfə kimlərin dövründə oldu? Rəvadilərin. Daha sonra da 500 il ərzində kiçik vasilələrlə yaranmış dövlətlərin paytaxtı olmuşdur. Kərvansaralar həm ticarət, həm də istirahət yeri kimi istifadə olunurdu. Bəli. Əşq qalası şəhərin müdafiəsi üçün əhəmiyyətsiz idi? Xeyr. Uşaqlar, Əşq qalasının şəklini dərsin sonunda bir dəfə də göstərərəm. Əslində bu Əlişah məscididir. Divarlarının qalınlığı 3 metr olduğuna görə ona Əşq qalası deyirdilər və Təbrizdə yerləşirdi. Daha sonra Təbriz şəhəri sənətkarlıq və ticarətin mərkəzi idi. Bəli. Təbrizdə küçələr nizamsız şəkildə salınmışdı. Xeyr. Diskusiya aparmaq üçün şagirdlərə verilən tapşırıqlar, Təbrizin necə yaranıb inkişaf etdiyini təsvir edin. Məsələn, deyə bilərsiniz ki, eramızdan əvvəl 7-ci əsrdə yaranıb, şəhər kimi Manna dövründən başlayaraq qala divarları ilə əhatə olunub, daha sonra ərəblərin dövründə inkişaf edib. Belə-belə cümlələri tamamlayın. Təbrizin təsərrüfat sahələrini fərqləndirin. Təbrizdə zərgərlik, toxuculuq məmulatları, xalça istehsal edənlər və s. hamısı var idi. Təbriz necə oldu ki, Azərbaycanın mərkəzi şəhərinə çevrildi? Təbriz uzun müddət dövlətlərin paytaxtı kimi idi. Niyə? Çünki burada qala divarları var idi, sənətkarlıq, ticarət inkişaf etmişdi. Mədəniyyət paytaxtı idi, həm də nəyə görə? Çünki burada nadir əlyazmalar var idi. O dövrdə çətin olsa da çoxlu kitablar köçürülmüşdü. Xalçaçılıq və s. inkişaf etmişdi. Təbriz Azərbaycan xalqının milli azadlığının rəmzidir. Bəli. 1828-dən etibarən Qacarların dövründə də mühüm şəhər idi və burada Xiyabani, Pişəvəri, Səttarxan xalqın mübarizəsinə başçılıq etmişdilər. Burada uşaqlar, sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı? Bu ifadəni kim işlətmişdi? Təbii ki, Şah İsmayıl. Daha sonra o 1501-ci ildə Təbrizə daxil olub, burada dövlət yaratmışdı. Bayaq da qeyd etdik. Qara Yusif, Uzun Həsən, Şah İsmayıl məhz Təbrizi ələ keçirəndən sonra dövlət başçısı kimi qəbul edilmişdilər. Bunlar uşaqlar adi suallardır. Niyə üstünlükdür digər şəhərlərdən və s. hansı dəyərlərə malikdir? Hətta 2020-ci ildə də bayaq qeyd etdik. Onlar müharibə zamanı bizə dəstək yürüşü keçirmişdilər. Təbriz şəhərindəki insanlar. Təbriz və Bərdə şəhərlərini müqayisə edin. Tutaq ki, hər ikisi orta əsrlərdə sənətkarlıq, ticarət mərkəzi idi. Hər ikisi paytaxt kimi istifadə olunmuşdu. Albaniyanın paytaxtı idi. Daha sonra ərəb canişinliyinin mərkəzi idi Bərdə. Bərdədə yaşanmışdı Slavyanlar tərəfindən Bərdə faciəsi. Çünki hər ikisinin şanı, şöhrəti digər ərazilərə yayılmışdı. Təbriz niyə dağıdılmışdı? Uzun müddət Səfəvi Osmanlı müharibələri zamanı bu şəhər dağıntılara məruz qalmışdı və s. Bunu da uşaqlar özünüz genişləndirə bilərsiniz. Dərsimiz bu qədər. Tapşırıq olaraq Azərbaycan taxtı adlı bir afişa hazırlamaq və yaxud divar qəzeti hazırlamağı tapşıra bilər müəllim sizə. Ümid edirəm ki, dərsi tam mənimsədiniz. Nəsə sualınız varsa, rəylərdə mütləq yaza bilərsiniz. Bu da həmən dediyim Əşq qalasının şəkli. Növbəti dərslərdə görüşənədək.